Azərbaycanda taksi sürücüləri uzun müddətdir ki, şirkətlərin qeyri-ədalətli şərtləri altında fəaliyyət göstərir. Gediş haqqından yüksək faiz tutulması, sosial təminatın olmaması və əmək hüquqlarının tanınmaması bu sahədə sistemli istismar probleminə çevrilib. Hüquqşünas Şamil Paşayev bildirir ki, taksi şirkətləri sürücüləri istismar edir. Onun sözlərinə görə taksi şirkətləri tərəfindən sürücülərdən gediş haqqının 20-30% tutulur və bu qanunvericiliyə ziddir. İlkin vaxtı bazara girəndə faizsiz, daha sonra 8, 10, 12% ilə bazara girən Bolt, Yango, Uber kimi şirkətlər hazırda birmənalı olaraq faizləri qaldırıblar. Bəzən 20-30% arasında faizlər dəyişir. Hələ bura parkların faizi də daxil olur. Belə olan halda Bolt, Yango, Uber taksi sürücülərinə nə verir? Heç nə. Nə sığorta vermirlər, nə işsizlikdən sığorta vermirlər, nə işçi istehsalat dönəmində işlədikləri müddətdə xəsarət aldısa onun sığortasını vermirlər, nə məzuniyyət vermirlər, nə ezamiyyət vermirlər. Bundan əlavə proqramların açıq qalmağı, sürücülərin gündəlik parklar vasitəsilə 12, 16, 18 saata qədər qeyri-insani işlədilməsinə rəvac verirlər. Bolt, Yango, Uber bu kimi şirkətlərdə işləyən taksi sürücüləri arasında bağlanan müqavilə xidməti müqavilədir. Hüquqşünas bildirir ki, bir şirkət əgər taksi şirkətidirsə, o, taksi sürücüsü ilə ümumiyyətlə əmək müqaviləsi bağlamalıdır. Xidməti müqavilə bağlaya bilməz. Xidməti müqavilələrdə tərəflər bərabər hüquqlu olur, yəni sadə dillə desək, burada sifarişçi və icraçı var. Sifarişçinin icraçı qarşısında əmək hüququndan doğan heç bir başqa öhdəliyi yoxdur. Hüquqşünas bildirir ki, bu sahədə fəaliyyət açıq və şəffaf bazar qaydalarına uyğun olmalıdır. Azərbaycanda isə faktiki olaraq bunlar ancaq 20-30% məbləğində sürücüdən pul alırlar. Bu kifayət qədər böyük məbləğdir. Bu kifayət qədər məbləği əldə etməkdə şirkətlər ancaq gəlir əldə edir. Əvəzində isə Azərbaycan vətəndaşına və eyni zamanda taksi sürücüsünə heç bir şey vermir. Hesab edirəm ki, azad bazar münasibətlərində qiymətlərin tənzimlənməsi açıq və şəffaf bazar qaydalarına uyğun olmalıdır. Lakin Azərbaycanda faktiki olaraq bu şirkətlər dempinq edib digər oyuncuları bazardan çıxartdığına görə faktiki, de facto bunlar monopolist şirkət olublar. Monopolist şirkət olduqda isə dövlət dövriyyəyə girib bu formada faizləri aşağı salmalıdır. Bu 8-10% qədər olmalıdır. Bundan artıq ola bilməz. Qeyri-müəyyən sosial təminat sürücülərin gündəlik fəaliyyətini çətinləşdirir. Taksi sürücüləri mövcud vəziyyəti belə izah edirlər. Ümumiyyətlə, taksi şirkəti ilə aranızda əmək müqaviləsi varmı? Onun hamısı şirkət ödür, xanım. Sahibkar. Bəs taksi şirkəti sizin qazancınızın neçə faizini komissiya olaraq tutur? Məncə 30%-ə qədər gedişənlə bağlıdır. Razısınız bu haldan? Xeyr. Özümə işləyirəm. Hər şeyimdə var, göstərə bilərəm. Bəs nəyə görə taksi şirkətlərindən biri ilə işləmirsiniz? O 2 manata buradan deyir gəl, o deyir o şəllədən birini götür, apar filan yerə 2 manat 40 qəpiyə. Onun dolanma olar. Onun maşın saxlab. Yox. Qazancınızdan ümumi neçə faiz komissiya tutur? 24%. Bu dəqiqi bazarda budur da, başqa bazar yoxdur. Bundan başqa parklarda fəaliyyətində birmənalı olaraq Boltdan, Yangodan, Uberdən ödəniş alırlar. Əlavə olaraq parkların pulu da 2-4, bəzən 6%-ə qədər sürücülərdən yığılır. Bu da tamamilə əsassız və qanunsuzdur. Bəs taksi sürücüləri ilə niyə əmək müqaviləsi bağlanmır? Taksi şirkəti sürücüdən niyə 25-30% komissiya tutur? Nəzərə alsaq ki, avtomobil, yanacaq, texniki xidmət və risklərin hamısını sürücü özü qarşılayır. Bu faiz hansı iqtisadi əsasla müəyyən olunub? Bununla bağlı taksi xidməti şirkətlərindən biri olan Bolt ilə əlaqə saxladıq. Stat. Sürücüdən tutulan komissiya 20% təşkil edir. Səfər üzrə hesablanan komissiya dinamikdir və tətbiq olunan güzəştlər həmçinin bonuslardan asılı olaraq formalaşır. Məsələn, sürücü endirimli gedişlərə üstünlük verdikdə ondan tutulan komissiya faizi azalır. Orta hesabla Bakıda sürücüdən tutulan orta komissiya 20%, sərnişindən tutulan xidmət haqqı 3%, ümumi orta tutulma təxminən 23%. Şirkət tərəfindən tutulan komissiya əməliyyat, texniki və proqram təminatı xərclərini, o cümlədən alqoritmlərin və bulut xidmətlərinin inkişafını qarşılamaq üçün istifadə olunur. Statın sonu. Bəs taksi sürücüləri ilə niyə əmək müqaviləsi bağlanmır sualına gəlincə isə verilən cavab belə oldu. Start. Bolt innovativ və texnoloji bir platformadır. Bu platforma üzərindən fərqli sahələrdə xidmətlərin göstərilməsi mümkündür. Bu isə o deməkdir ki, Bolt həm müştərilər, həm də xidmət göstərən tərəfdaşlar arasında vasitəçi rolunu oynayan bir alətdir. Taksi xidmətinə gəldikdə isə Bolt sifariş operatoru funksiyasını yerinə yetirir. Yəni sifarişləri müştərilərlə daşıyıcılar arasında əlaqələndirir. Daşıyıcı rolunda həm fərdi tərəfdaşlar, həm də avtoparklar iştirak edə bilər. Daşıyıcı tətbiqdə qeydiyyatdan keçir və Azərbaycan qanunvericiliyində tələb olunan sənədləri təqdim etdikdən sonra onun üçün Bolt platforması
platformasında profil yaradılır. Bu isə deməkdir ki, sürücülər Bolt şirkətinin əməkdaşları və ya işçiləri deyil, sadəcə platforma vasitəsilə daşıyıcı xidmətini göstərən müstəqil tərəfdaşlardır. Statın sonu. Hazırda taksi və kuryer şirkətləri onlarla işləyənlərlə xidməti müqavilə bağlayıb. Odur ki, digər taksi xidmətlərində də yanaşma oxşardır. Mövzunun digər tərəfi isə taksi sürücülərinin iş rejiminin tənzimlənməməsi məsələsidir. Ekspert Elməddin Muradlı bildirir ki, uzun iş saatları və nəzarətsiz rejim həm sürücülər, həm də sərnişinlər üçün risk yaradır. Sürücülərin iş və istirahət rejimi ilə bağlı məsələlər nəzarətdə saxlanılmalıdır. Bu, avtomobil nəqliyyatı haqqında qanunda da öz əksini tapıb. 8 saat, 10 saat artıq iş olmamalıdır. Yəni, dünya təcrübəsində sürücülər yəni taksi xidmətində hətta 12-13 saata qədər işləyə bilərlər. Amma ortalama 8-10 saatı götürürük. Ekspertin sözlərinə görə Bakı şəhərində tətbiq ediləcək taksi limiti sürücü sayı və iş rejiminə də təsir göstərə bilər. Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı atılan addımlardan da biri limit tətbiq olunması oldu. Yəni Bakı şəhərində 25 min taksi olacaq. Artıq say mümkün olmayacaq. Belə olan halda ola bilsin ki, biz ehtimal edirik, say azaldıqca sürücülər bir maşında 2 nəfər xidmət göstərmək imkanına malik olacaqlar. Bu da yalnız şirkət maşınlarına aid olan məsələdir. Deyək ki, şirkət 8 saat bir sürücünü işlədəcək, 8 saat başqa bir sürücünü. Üçüncü növbəsi olarsa, təbii ki, əlavə 8 saatı da həmin sürücü işləyə bilər. Ancaq bu şirkətlərə sərf edəcəkmi? Bu necə effekt verəcək? Sürücülər bundan razı qalacaq? Beləliklə, məsələ həm iqtisadi, həm də hüquqi müstəvidə mübahisəli olaraq qalır. Bir tərəfdən texnoloji platformalar özlərini vasitəçi kimi təqdim edir, digər tərəfdənsə faktiki olaraq sürücülər bu şirkətlərə tabe şəkildə işləyirlər. Qeyd edək ki, bir çox xarici ölkədə taksi fəaliyyəti ilə bağlı fərqli nümunələr mövcuddur. Məsələn, Britaniyada kuryerlərin və taksi sürücülərinin həm məzuniyyət, həm ezamiyyət hüququ var. Həm də işlədiyi müddətdə xəsarət alarsa, bu xəsarətin ona dəyən zərərin və maşına dəyən zərərin ödənilməsinə birlikdə çalışdıqları şirkətlər cəlb olunur. Nərminə Kamalova, Vüsal Bayramov, Orxan Balayev, APA TV.